Hamıya salamlar, bugün sizlərlə bir yerdə. Əlimdə gördüyünüz kimi teleskopumla bugün ay müşahidə edəcəyik. Çox maraqlı bir video olacaq. Və göy üzünü seyr etməyi xoşlayırsa, təbii ki, sizin üçün maraqlı olacaq bu video. Gəlin çox uzatmadan keçək videomuza. Ancaq videomuza keçməmişdən əvvəl gəlin mənə dəstək olaq. Yazıq uşağım. Video like edin və yorum yazın. Kanalıma da abunə olmağı unutmayın. Və bir də sizdən xahiş edirəm ki, yorumlarda mənə video ideyası, video fikri önərəsiniz. Çünki çəkməyə video tapa bilmirəm. Qalmışam planetlərin ayın əlində. Başqa video tapa bilmirəm. Alxan da ola bilsin növbəti video. Dəvət elədim yemək pişirmək. Yemək pişirmək. Buradan dəvət edirəm Alxanı. Əgər qəbul eləsə bir yerdə yemək pişirərik. Maraqlı bir video çıxardarıq. Gəl. Evet, çox uzatmadan başlayaq, teleskopumuzu açaq. Qurulumunu da sizə göstərəcəm. Maraqlı bir texnikası var, maraqlı mexanizması var. Çox uzatmadan keçək videomuza. A few moments later. Gördüyünüz kimi teleskopumuzu buradan açırıq. Normalda kutuda saxlayıram. Bu birinci qutusu. Bu da ikinci qutusu. Açdım, aha. Bu kutuda belə bir şey var. Belə bir şey deyəndə, yəni əsas olan şey. Oha. Çox qəribədir bunun içərisi. Hə. Ay balacı. Hə, nəysə. Salam Erşan, salam. Erşan sana salam. Salam, salam. Mənəm Telman. Telman papak koy. Ne. Olay şey. Qaqaş. Ötərsən? Allah saxlasın balası. Sağ ol. Sağ ol. Prosta Allah sənə yüngül var, çox saxlayır. Neyse, estağfurullah. Bu video, bu görsən qoyun videoya. Ay vay. Yəni götürüb baxacaq deyil də, yəni videoma. Qadın, arvad. Hə, bu belə bir şeydir. Buradan basanda bükülür bunlar. Əks halda, yəni normal belə olanda basanda o da olur, ancaq bərk olanda da olmur. Bu yuxarı biraz belə eləyəndə sonra yumursan rahat olur. Deməli burada keçən bir yeri var. Bunu ora keçirdəcəm. Birinci bu açım. Həm də burada daha çox fırlatmaq işləri var, bilirsiniz hə? Hə, buradan keçirdik və buradakı şey var, şurupa bənzəyən bir şey. Onunla başlayırıq sıxmağa. Sıxdıqdan sonra qalır. İndi bu aşağı yuxarı düşməmək üçün, məsələn qaldıranda burada qalmaq üçün tapdım. Və bu şurpu biraz bərkidəcəyik. Biraz uzun çəkir bu bağlanma. Bu baxın indi yüngüldür, belə qalır. Ancaq bu sıxandan sonra o shit, yanlış oldu. Qardaş. Ha, bunu sıxandan sonra isə yəni normal olur. Evet, qardaş, lan artıq bağlan. Hə, ta. Gördünüz? Hə, bunu qoyaq bir kənara. Deməli, belə bir şey var. Telefonu bunun arasına qoyursan, telefonu qoyursan bura. Telefon da kamerası buradan çəkir də, yəni bildiniz ki, bu deşikdən çəkir. Əlbəttə ki, belə bir şey var. Bu taxırıq bura. Bilmədim ya, adlarını bilmirəm. Hə. Bir də bunların lupadır, deyəsən lupadır. Belə şeylər var. Bax, göstərəcəm bir dəqiqə. Bunun üstündə H6mm yazıb. Bunun üstündə isə H20mm. Bu daha çox yaxınlaşdırır, bu isə daha az yaxınlaşdırır. Belə deyim, deşiklərinə də baxsaz əgər, bunun deşiyi böyükdür, ancaq bunun deşiyi kiçikdir. Kiçik olan daha yaxın göstərir. Ona görə də birinci, yəni çalışaq uzaq lupa ilə baxaq, 20mm ilə yəni. Niyə qaranlıq göstərir? Bunun qapağını açmamışam. Şeyə baxıram, mənə baxıram. Bununla tapmaq daha rahatdır. Ancaq bu lupa, yəni elə belə lupa deyil. Bununla hətta Saturnun halqalarını belə görmək olur. Ancaq necə? Belə bu boyda görürük. Bu boyda yox da NASA vs. My teleskop deyil də. Deməli başqa eləyəcək bir şey qalmadı. Hə, bir də bunu biz nədir? Lupa daha yaxın göstərdiyinə görə, məsələn ay paputu bundan o yana bəyan edib tapmaqdansa, bu yapışdırıram yekə teleskopa, bu da keçirdirəm içindən. Keçirdib bu şuruplarla bərkidirəm.
Bu ona görədir ki, yəqin ki anlayarsınız da, ümid eləyirəm. Ayın birinci yerini təyin eləyirik, sonra teleskopla, lupa ilə daha yaxın olan lupa ilə baxıb tapırıq yəni. Yəni belə rahat olur da çünki. Biraz çox danışdım, üstündən yandım. Evet qardaş. Yəni də yaydı, bekarçılıqdır. Mən də video çəkməyə qərar vermişəm. Bu nə var ki? Bu nə var ki? Deyəm nənəm zəng edir. Bala, o nə videodur? Dərsun yoxdur sən. Aha, nəsə get video çəkirəm. Video çəkirəm, get də nə olar. Tamam. I feel so bad for him. Uşağı resmən qovdum ya. Ona qarşı video çəkirəm də, ya istəmirəm kimsə mane olsun qardaşım. Ay budur, lampadır. Ən gərəksiz şeydir. Yəni amma ən çox vaxtımı bu apardı da, yəni. Hadi papudu taxıram. Əpəsləşdim. Və gördüyünüz kimi teleskopumuz hazırdır. Orasını burasını taxdım. Hazır. Ayda bu xarrandı bunun için. Şuradan indi poxpusu göstərəcək. Yo, yaxşıdır. Pisdir. Deməli, əziz arkadaşlar, yarışmacımız Yaşar. Teleskopu götürək, söndərək aya tərəf. Telefonu nizamlayacaqdım. Hə, yadıma düşdü. Gəlin belə elə, mən gedim ikinci telefonumu gətireyim. Möhtərizə içində anamın telefonu. Hə, o telefonu teleskopa qoyum. Ancaq çəkilişi öz telefonumla eləyim. Hə, yaxşı fikirdir. Mama! Gördüyünüz kimi başqa bir telefon da gətirdim və teleskopa qoyacağım telefon bu telefon olacaq. Yəni başqa yolla telefonu çəkiş edəcəyim telefonumla tutub çəkmə, əlimlə çəkmək yəni mümkünsüzdür. Çünki çox yaxınlaşdırdığına görə teleskop kiçik bir toxunuşda belə yəni elə sirkələnir ki, qətiyyən heç bir şey görmək olmur. Ona görə də çalışacağam telefon qoyulan. Bunu ayarlamaq çox uzun sürür, telefonu kamerasını ayarlamaq falan. Ona görə də burada video saxlayıram və ayarlayandan sonra video davam etdirəcəm. Gördüyünüz kimi telefonu baxın ayarladım. Həmin yer fikir verirsinizsə dairə görünür. Və telefonu ayarladım. İndi isə telefonu teleskopa ayarlayacağam. O da elə də çətin iş deyil. A few moments later. Hava çox qaranlıqdır. Bəlkə də mən görmürsüz bəziləriniz. Deməli, ay ordadır dostlar. Teleskopumu da aşağı yerləşdirdim. Ancaq bilmirəm görünür ya yox. Ancaq sizə Venera. Bu da görə biz sizə bu Venera'da. Oyda hətta tok belə qarşısını aldı. Ora bu görünmür. Tokun qarşısında ama görünür. A few moments later. Dizlampaç oynamadı. Və burdadır. Venera və ay. Venera niyə belə dəqiq görünür? Fikir versiniz göydə başqa ulduz yoxdur. Yəni qətiyyən biraz aşağı eləyəndə bir dənə orada Venera görünür. Niyə? Çünki Venera birincisi həm planetdir, həm də Venera yer kürəsinə ən yaxın olan planetdir. Bu səbəbdən daha çox parlayır və ən tez parlayır havanın işıqlı olmasına baxmayaraq. Nəsə indi keçək ayı müşahidə eləməyə. Görək necə görünür. Mən də maraqlıdır. Yəni mən ilk dəfə müşahidə eləyəndə dolunay idi. Ancaq teleskopla müşahidə edəndə görək ayın görünməyən tərəfi necə görünür? Boz görünür yoxsa heç görünmür? Gəlin sınayaq. A few moments later. Gördüyünüz kimi teleskopu burada hazır qoymuşam. Tək qalan iş, yəni ən çətin iş aya tərəf tutmaqdır teleskopu. Telefonu toxunum. Açılsın bəli. Burada gördüyünüz kimi azad toku tutur. Tok görünür biraz orada yuxarıda. İndi isə can yavaş-yavaş görüm eləyə bilsəm. Ha? O, tək atdım. Bu çünki birinci lupadır. Yəni bu uzaqdır da o məndə. Bir dəqiqə mən bunu nizamlayım, sonra çəkilişə davam eləyəcəm. Və indi isə gördüyünüz kimi, yəni o boyda olan ayı hələ ən uzaq məsafədə olan lupa ilə yaxınlaşdırdım və belə görünür. Həqiqətən çox mükəmməldir. Kraterlərinə qədər yəni görünür də. Diqqətlə bax. Yəni çox mükəmməldir. Oha da yəni. Çox qəşəngdir. Dostlar, belə deyim də, qətiyyən yəni ən yaxın olan lupa ilə tutuzura bilmədim ayı. O yalnız gözlə görə bilirsiniz. Çünki tutuzura bilmirəm. Telefonu ora qoyunca belə deyim çox silkələnir və görünmür, yəni alınmır. Ona görə də çox üzr sayın, ancaq bacardığım qədər o bir lupa ilə göstərə bildim və düşünürəm ki, maraqlı görüntülər çıxdı. Hətta ayın kraterlərini belə çox rahat şəkildə gördüm. Bir də onu əvvəldə demişdim ki, ayın görünməyən tərəfi qapqara görünür, yoxsa boz görünür. Buradan baxanda biraz boz görünür. Ancaq yaxınlaşdıranda heç də elə deyil. Yəni qaranlıq, bildiyiniz qaranlıq görünür. Çünki ora
Bildiyiniz kimi gün düşmür. Belə. Gəlin yavaş-yavaş videomuzu yekunlaşdıraq. Düşünürəm ki, məncə maraqlı video oldu. Çünki ayı müşahidə elədik. Hətta kraterləri nə qədər gördük. Mənim üçün kifayət elədi, məncə maraqlı idi. Videodan zövq aldınızsa, qəşəng bir vibe aldınızsa videonu bəyənin. Əgər video xoşunuza gəlmədisə, yenə də bəyənin və hətta abunə olun. Arzular, istəyişlər verilişi. Heç bir şey. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə. Ümid edirəm ki, yorumda video ideyası bildirərsiniz. Görürsən, növbəti video yemək bişirmə videosu olsun və hansı yemək bişirmə videosu olsun. Yəni belə maraqlı olar. Hətta Alxan da iştirak etsin videomuzda. Sağ olun, görüşənədək.